Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 1087 manat 70 qəpik olub. Yenavaz.com Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə müqayisədə 6 manat 10 qəpik azalıb. Belə ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda orta aylıq əmək haqqı 1093,8 manat olub. Məlumat üçün bildirək ki, 2022, 2023, 2024-cü illərin əvvəlindən ötən dövr ərzində və bu ilin yanvar-sentyabr aylarında ölkədə orta aylıq nominal əmək haqqı bu şəkildə olub.